Önceki paylaşımda bağçadan, məktəbdən götürmək üçün zabirat feilinə baxdıq. Gəlin bugün bəzi detalları əlavə eləyək ki, bu sözü düzgün şəkildə istifadə edə biləsiniz. Bura biz sizinlə iz qoşmasını əlavə edəcək, hansı ki dan, dən mənasını bizə verir. Məktəbdən, bağçadan və iz qoşmasından sonra siz yelik halı, родительный падеж rus dilində istifadə edəcəksiniz. Gəlin kişi və qadın cinsində misallara baxaq. Elə kişi cinsində sad, sadik sözümüz olacaq, hansına ki siz sonuna a əlavə edəcəksiniz. Yəni забирать из садика. Я забираю дочку из садика. Belə deyəcəksiniz. Qadın cinsində isə a şəkil əksinə ı olacaq. Şkola sözü olacaq из школы. Я забираю дочку из школы. Artıq забирать sözünü düz formada istifadə edə bilirsiniz. Bu sözün bir cümlə şərtə sizdən.